Salam, kanalıma xoş gəldiniz. Bugün fındıqlı peçenya resepti bölüşürəm. Qabın içərisinə 200 qram yağ, 1 stəkan şəkər kirşanı, 1 ədəd yumurtanı bütöv, 1 yumurtanın ağı, vanilin əlavə edib qarışdırıram. Biraz qarışdırdıqdan sonra 3 stəkan unu əlavə edib xəmiri hazırlayıram. Xəmir hazır olana yaxın 1 stəkan doğranmış fındığı əlavə edirəm. Fındığı mən irili xırdalı doğramışam. Hərə öz istəyinə uyğun doğraya bilər. Xəmir hazırdır. Soba listinin içərisinə yağlı kağız yerləşdirmişəm. Peçenyalara əlimdən forma verirəm. Bir ədəd yumurta sarısının üzərinə 1 xörək qaşığı süd əlavə edib qarışdırıram. Tamamilə qarışdıqdan sonra peçenyaların üzərinə çəkib, üstündən də fındıq ovuntusu səpəcəm. Bu zövqə görədir. İstəsəniz boş, sadə də saxlaya bilərsiniz üzərini. Sobanı öncədən isitmişəm. 170 dərəcəli sobada 30 dəqiqəyə bişdi. Peçenyalar bişdi. Sobadan çıxardım. Çox asan və dadlı peçenyadır. Hazırlamağınızı tövsiyə edirəm. Bugünlük bu qədər. Hələlik.